Adamı keçmişə aparan, uşaqlıq illərimizin xoş xatirələrindən biri olan nehrədə ən ləzzətli təbii yağ və ayran hazırladım. Keçən nehrə vloqundan bildiyiniz kimi nehrəni təmizləyib içinə su doldurmuşdum ki, yaxşıca şişsin. Yağ hazırlamaya başlamadan ilk öncə içindəki suyu boşaldıb kəndirlər vasitəsilə sallayırıq və yoxlanış edirik. Lazım olan məhsulları, qatığı, qaymağı, biraz da suyu əlavə edirik. Qatqılar əlavə olunduqdan sonra nehrənin içində göstərirəm sizlər üçün. Ortada deşik olan hissəyə təmiz bir dəsmal qoyuruq ki, çölə dağılmasın və başlayırıq dala qabağa nehrəni çalxalamağa. Kənardan maraqlı görünən və ən çətin olan bu hissə fiziki güc tələb edir. Təqribi 1 saat, 1 saat 15 dəqiqə çalxalama prosesində düzgün şəkildə yerinə yetirməliyik. Siz mənə baxıb necə gəldi çalxalamayın ki, işiniz uzun çəkməsin. Yağın hazır olması ilə çalxalama prosesini yekunlaşdırıb digər əsas məsələyə keçirik. Qalır yağı qaba yığmaq. Nehrədə nə var nə yox, hamısını qaba boşaltırıq. Sonra səliqəli formada yağı ayırırıq. Sonda görünüşü və dadı ləzzətli olan yağ və ayran alırıq. Bəyəni paylaşmağı unutmayın. Növbəti vloqlarda görüşənədək.